bütün izzəti sana veririk. Sən bizim Rəbbimizsən əbədi. Səltənətində tək İsa müqəddəsdir. Yalnız o layiqdir həmd və izzətə. Səltənətində, səltənətində
şeref senin tacındır. Bizim Rabbimiz, tek sen Rabbim layıksın, tek sen Rabbim layıksın, tek sen Rabbim layıksın. Bizim Rabbimiz, şeref senin tacındır, şeref senin tacındır, şeref senin tacındır. Bizim Rabbimiz, tek sen Rabbim layıksın, tek sen Rabbim layıksın, layıksın sen. Bizim Rabbimiz kuzu kurban oldu, yalnız sen layıksın zaten, senin benzerin yok. Evet, bütün mükaddesler kuzu kurban oldu, yalnız sen layıksın izzete, senin benzerin yok. Sana secde eder bütün mükaddesler, senin benzerin yok. Kuzu kurban oldu, yalnız sen layıksın izzete, senin benzerin yok. Sana secde eder bütün mükaddesler, senin benzerin yok. Senin benzerin yok. Senin benzerin sesini işitmek isterim, huzurunda olmak isterim, ebedini görmek isterim, görmek isterim, bağışla beni. Mukaddes ruh gelsin, bir akın gibi göğler açılsın. Renk sonsuz dalgalar, sen beni yol, mukaddes ruh gel. Хочу слышать силу Твою и пережить потоки славы Бог, познать того, кто смерть превозмог. Хочу узреть, измени меня, Господь. Дух Святой придет, ворвется как поток, небо распахнет. Бог бескрайнею волной, ты меня мой, Дух приди святой.
ждем Тебя, Дух Святой, на меня сойди на церковь. Жду, на меня сойди, на меня сойди, Боля, мы ждем Тебя, Дух Святой, на меня сойди, на меня сойди, и никто другой на земле ближе быть не сможет, и никто другой на земле ближе быть не сможет. Пусть Дух Святой придет, ворвется как поток, небо распахнет. Бескрайнею волной Ты меня мой, Дух приди святой. Пусть Дух Святой придет, ворвется как поток, небо распахнет. Бескрайнею волной Ты меня мой, Дух приди святой. Пусть Дух Святой придет, ворвется как поток, небо распахнет. Бескрайнею волной Ты меня мой, Дух приди святой. Пусть Дух Святой придет, ворвется как поток, небо распахнет. Бескрайнею волной Ты меня мой, Дух приди святой, Дух приди святой. Дорогой Господь, мы благодарим Тебя Əziz сегодня. Tanrı, biz minnətdarıq bu günləri sənə. Дух Святой, Ты на этом месте. Müqəddəs Ruh, sən bu yerdəsən. И мы благодарим, что Ты действуешь Biz здесь. minnətdarıq ki, sən burada hərəkət edirsən. Касаясь сегодня народа своего. Öz xalqına toxunursan. Спасибо, Господь, за этот день. Minnətdarıq Rəbb bugünkü günə görə. Мы прославляем Тебя, Господь. Biz sənin adını izzətləndiririk. Господь, мы благодарим Тебя, Rəbb, biz minnətdarıq что мы вместе собрались поклоняться ki, Тебе. biz hamımız bərabər burada sənə səcdə etməyə toplaşmışıq. Господь, мы благословляем сегодня наших детей. Rəbb, bu günləri biz öz övladlarımızı xeyirdolandırırıq. Мы благословляем это поколение. Biz bu nəsli xeyirdolandırırıq. Мы молимся, чтобы Ты касался их жизни. Və biz dua edirik ki, sən onların həyatına toxunasan. Во имя Иисуса İsa Христа. Məsih'in ismi ilə. Пусть их жизнь, Господь, Qoy onların həyatı будет направляема Тобою. sənin idarəçiliyin altında olsun. И пусть Твоя воля, Господь, исполняется в этом поколении. Və qoy sənin iradən yerinə yetsin bu nəsildə. Во имя Иисуса İsa Христа. Məsih'in ismi ilə. Благослови их семьи, Господь. Onların ailələrini xeyirdolandır. Родителей, дома. Onların evlərini xeyirdolandır. Во имя İsa Иисуса. Məsih'in ismi Мы ilə. благодарим Тебя, Biz Господь, за них. minnətdarıq sənə Rəbb. Господь, мы благословляем, поднимаем Азербайджан. Və biz Azərbaycanı qaldırıb və Мы xeyirdolandırırıq. благодарим Тебя за Азербайджан. Biz ölkəmizə görə minnətdarıq sənə. Мы благословляем президента нашей страны. Ölkə başçısını xeyirdolandırırıq. И мы молимся, Господь, и провозглашаем благословение на его Və жизнь. onun həyatının üzərinə xeyir-dua И deyirik. мы молимся, Господь, веди и направляй его, Господь. Onu yönləndir Rəbb deyirik. Мы
Мы благословляем начальство и власти этой страны. və bu ölkədə bütün hakimiyyətdə oturanları xeyirdolandır. Мы благословляем народ Азербайджана Biz Azərbaycan xalqını xeyirdolandırırıq и народы, живущие здесь. və burada yaşayan hər bir kəsi Во имя Иисуса İsa Христа. Məsih'in ismi ilə, Каждую нацию, каждый народ. hər bir xalqı, hər bir milləti Мы благодарим Тебя biz minnətdarıq за sənə мир, Господь, в этой стране. ki, bu ölkədə sülh var И за Твое процветание, və Господь. sənin inkişafın olduğu üçün bu Спасибо ölkədə тебе, təşəkkür Господь. edirik sənə, Rəbb. Спасибо за нашу страну, Minnətdarıq bizim ölkəmizə görə, Rəbb, sənə. которую Ты, Господь, благословляешь. Hansını ki, sən Мы xeyirdolandırırsan. благословляем Израиль. Həmçinin İsraillə görə dua Мы edirik və благословляем, Господь, народ Израиля. İsrail xalqını Мы xeyirdolandırırıq. молимся, Господь, пусть Твой мир наполняет эту страну. Biz dua edirik ki, o ölkəni sülh olsun o И мы ölkədə. молимся, Господь, что Твоя воля, она исполнилась, Господь, на Ближнем Востоке, Qoy в sənin Израиле. iradən orada yerinə yetsin. Во имя могущественного Иисуса Христа. İsa Məsih'in ismi ilə. Господь, мы поднимаем пред Тобой эти нужды. Həmçinin bu ehtiyacları qaldırırıq И мы sənin благодарим Тебя, və Господь, за них. minnətdarıq sənə. Спасибо Bu Тебе, ehtiyaclara Господь. görə minnətdarıq Благослови, sənə. Господь. Пусть Xeyirdolandır, каждая Rəbb. нужда, Господь, Hər bir во ehtiyac имя Иисуса будет İsa Məsih'in восполняема, ismi Господь, ilə с yerinə небес. yetsin. Спасибо Тебе. Minnətdarıq Мы просим sənə. Тебя, касайся своей исцеляющей Xahiş силы. edirik, öz şəfa verən əlinlə toxun, Исцеляй и восстанавливай. şəfa ver və bərpa et. Прямо сейчас. Eləcə bu an Мы благодарим biz Тебя, minnətdarıq что Ты sənə чудо tворишь, ki, sən möcüzə edənsən, спасаешь и исцеляешь, xilas edirsən, şəfa verirsən и изменяешь жизни. və həyatları Мы dəyişdirirsən. просто провозглашаем, Господь, Sadəcə biz iqrar edirik Твою силу, Господь, sənin gücünü, Rəbb. в эти ситуации. Bu vəziyyətlərə Чудо твори, Господь, sənin möcüzən yerinə во yetsin. имя Иисуса. İsa Məsih'in Мы ismi ilə. благодарим Тебя, Minnətdarıq, Твою Rəbb, sənə. исцеляющую силу, Sənin şəfa verin gücünə то, görə что Ты tворишь, Господь, здесь. sən möcüzələri yaradansan. Аминь. Minnətdarıq sənə, Rəbb. Господь, Amin. спасибо Тебе. Rəbb, Давайте minnətdarıq воздадим sənə. славу Богу Gəlin izzəti Tanrıya verək. еще сильнее. Daha möhkəm, Во daha славу güclü. Божию. Во славу Божию. Rəbbin izzətinə. Доброе утро, церковь. Sabahınız xeyir, məbəd. Рад вас здесь Sizi приветствовать. görməyə şadam bu Слава məkanda. Богу, что вы пришли. Şükürlər olsun Rəbbə ki, Мы siz rады bura вам. gəldiniz. Дайте хай-фай или поприветствуйте 5 5 человек verin вокруг və ya себя. salamlaşın Скажите что-то yanındakilərlə. доброе человеку, Nəsə bir xoş söz deyin. особенно тому, может, который ты не приветствовал. Əsasən o kəslərə salam verin ki, hansıları ki siz görməmisiniz uzun müddətdir. Рад тебя видеть, Гардашим. Şadam səni Рад вас görməyə. видеть. İzzət Спасибо, qrupu qrupu, sizə salam. salam deyirik. Драгоценные, пожалуйста, все, кто Dəyərli около дверей и əzizlərimiz, по залу. əyləşin zəhmət olmasa, zalda Мест у нас çoxlu много. yerlər var. Наша группа порядка, она поможет вам, чтобы вы могли найти место и сесть. Xidmətçilər sizə kömək edəcəklər ki, siz əyləşəsiz. Пожалуйста, садитесь. Zəhmət olmasa əyləşin. Сегодня время, когда мы пришли, чтобы услышать то, что Господь хочет сказать в нашу жизнь. Bugün o vaxtdır ki, biz gəlmişik ki, Rəbb bizim həyatlarımıza dediklərini eşidək və qəbul edək. Да, спасибо большое. Minnətdarıq. Так рада видеть вас. Sizi görmək И xoşdur bu приветствуем все məkanda. те, кто смотрит нас Və онлайн. bütün onlayn izləyənlərə buradan salamlarımızı yönləndiririk. У меня есть свидетельство. Məndə bir şəhadət var. Моя сестра, драгоценная сестра Делар Ханум из нашей церкви. Bir dəyərli bacımızın həyatından Dilarə xanımın. Она недавно həyatından. шла на домашнюю группу «Четверг». O bu yaxınlarda 4-cü gün ev özəyinə gedirdi. И она пришла на домашнюю группу, и там на домашней группе ей сестры сказали, Делара, увидев ее лицо, сказали, что с твоим лицом? Və ev özəyində gələndə bacılar onu gördükdə dedilər ki, sənin üzünə nə olubdu? Üzünü Она сказала, gördük. что с моим лицом, не понимая, что с ней происходит. O da belə cavab verdi ki, mən başa düşmürəm nə baş И verir. когда она еще вышла по улице, и там также соседи увидели ее, говорят, Делара, что с тобой? Ondan sonra o evə dönərkən qonşuları onu gördü və soruşdular, sənə nə olub?
И ей сказали, ты так выглядишь, как будто тебя парализовало. Və sən belə görünürsən ki, sanki səni paraliç vurub. Она пришла домой, сделала фото и прислала сыну. O evə gəlib öz şəklini çəkib oğluna göndərdi. Сын сразу же в этот момент приехал Oğlu к ней, həmən o anda gəldi onun yanına. увидев эту ситуацию, вызвал скорую. Bu vəziyyəti gördükdə təcili yardım И çağırdı. скорая направила ее в Və больницу. təcili yardım onu xəstəxanaya Когда привезли в yönləndirdi. больницу, увидели, что у нее давление 200 и зашкаливает даже Və сверх. xəstəxanaya gəldikdə gördülər ki, onun təzyiqi 200 və ondan yuxarıdır. Это был день пятницы, сказали, что сразу нужно делать МРТ. Və bu 5-ci gün idi, dərhal MRT-yə getməli olduğunu dedilər. Они сделали МРТ. Onlar MRT etdikdən sonra Она отказалась, Дилара отказалась от госпитализации, не лежала в больнице. və MRT etdikdən sonra Dilarə xanım imtina etdi ki, xəstəxanada qalsın, yatsın. После они пришли на следующий день в Говсаны поликлинику, чтобы показать МРТ-диск. Onun səhərsi günü onlar MRT diski Hövsandakı xəstəxanaya gətirdilər ki, göstərsinlər. Что они сказали, что врача нет, и мы не можем прочитать диск, и только сделаем это в понедельник. Və orada onlara dedilər ki, həkim olmadığı üçün yalnız birinci gün o diski açıb baxa bilərlər. И так получается, что с пятницы до понедельника ей не сделали ни одного лекарства. Və belə çıxır ki, 5-ci gündən 1-ci günə qədər ona heç bir müalicə olunmadı. Потому что сказали, что если мы не узнаем ответ МРТ, мы не можем ничего сделать, это опасно для жизни. Çünki dedilər ki, MRT-nin cavabını görmədikdə biz heç bir müalicə yaza bilmərik, çünki bu çox təhlükəlidir. Человек может умереть, и мы несем İnsan ответственность. həyatını itirə bilər və biz də buna görə cavabdehik. И они пошли домой. Və onlar evə getdilər Ей назначили БАДы, как бы добавки пищи, и они пошли домой. və ona sadəcə qida əlavələri yazdılar və onlar evə getdilər. И вот что произошло интересно потом. Və bundan sonra daha bir maraqlı bir Они şey сразу baş позвонили в verdi. домашнюю группу, и домашняя группа держала их в молитве, и церковь держала их в молитве. Dərhal onlar ev özəyinə və kilsədəki bacı qardaşlarla əlaqə saxladılar və hər kəs onları duada saxladı. К понедельнику, когда нужно было пойти к врачу, Və artıq birinci gün həkimə getmək anı gəldikdə ее лицо изменилось. onun üzü dəyişməyə И вот başladı. вы увидите, что, Və indi siz что Бог сделал. görəcəksiniz Минуточку. Rəbbin möcüzələri necə hərəkət edir. И они пришли к врачу. Və onlar həkimə gəldilər Они смотрят МРТ, все смотрят на Дилара Ханум. və artıq onlar MRT-yə baxırlar Они və смотрят на Dilərə нее. xanıma Говорят, а что baxırlar с вами случилось? və soruşurlar, bəs sizə nə olub? И она говорит, ну вы знаете, у меня вот так было. Да, Парализовало меня. Cavabında dedi ki, belə bir hadisə baş vermişdi, üzüm И врач не şişmişdi мог поверить, что с этой женщиной вот это произошло. və həkim inana bilmirdi ki, 2 gün öncə onun belə bir vəziyyəti oldu. Они посмотрели МРТ, сделали определенное, назначили лечение. Onlar MRT-yə baxdıqda müəyyən bir müalicəni yazdılar. Но в течение этих 5 дней не было ни одного лекарства, которое она приняла. Amma bu uzun müddət ərzində heç bir dərman qəbul etmirdi. И вот когда свидетельствует ее сын, он говорит, это Господь, который исцелил Və мою маму oğlunun и sözlərinə чудотворил görə ее. şəhadət belə səslənirdi ki, Rəbbin möcüzəsi o qədər güclüdür ki, qısa zamanda ona şəfa verdi. И вчера она говорила об этом. Və dünənləri o şəhadət Давайте edirdi bu воздадим славу Богу. barədə. Gəlin Rəbbə izzət verək. Господь исцелил, чудотворит. Rəbb şəfa verəndir. Вчера, сегодня и во веки Dünən, тот же. bugün, sabah və əbədiyyət. Вчера, сегодня и во веки тот Dünən, же. bugün, sabah və əbədi olaraq. Слава тебе, Господь. Şükürlər olsun Ты Rəbbə. творишь это, Господь. Sən möcüzələr yaradansan. И мы плавно перейдем к Və объявлению. biz yavaşca elanlara keçid edirik. И прошу вас, пожалуйста, все внимание на Və экран. xahiş edirik, bütün diqqətiniz ekranlarda olsun. Salam əziz dostlar. Sizə gözəl bir xəbərimiz var. Дорогие друзья, приглашаем вас на замечательный детский праздник. 6 iyun saat 10:00-da birlikdə əyləncəyimiz xüsusi bir gün sizi gözləyir. Мы подготовили для вас интересные игры, веселые конкурсы и множество сюрпризов. Bu gün uşaqlar üçün sevinç, gülüş və unudulmaz xatirələrlə dolu olacaq. А еще это отличная возможность провести время с друзьями и получить массу положительных эмоций. Bayrama gəlməyi planlaşdırırsınızsa, biletinizi öncədən əldə etməyi unutmayın. Да, вход на праздник будет по билетам. Biz hər birinizi səbirsizliklə gözləyirik. Приходите сами, приглашайте друзей, братьев, сестер и знакомых. Əminik ki,
Bugün herkes için yadda kalan olacak. До встречи на детском празднике. Əgər sənə dəstək lazımdırsa, əgər daxilən yorulmusan və ya sadəcə Allahın huzurunu hiss etmək istəyirsənsə, səni xüsusi bir toplantıya dəvət edirəm. Şəfa və azadlıq 11 iyun saat 19:00-da birlikdə dua edəcəyik, ibadət edəcəyik və Allahın həyatları dəyişdirməyə qadir olduğuna inanacağıq. Gəl, bəlkə də məhz bu axşam sənin üçün cavab olacaq. Mən Bibliya seminarlarına qoşulanda düşünürdüm ki, sadəcə Bibliya haqqında daha çox bilik əldə edəcəyəm. Amma bundan qat-qat artıq qazandım. Bibliya seminarları mənə Tanrını daha dərindən tanımağa, çağırışımı anlamağa və imanımı möhkəmləndirməyə kömək etdi. Burada mən müəllimlər, dostlar qazandım və uzun müddətdir məni düşündürən bir çox suallara cavab tapdım. Hər dərs təkcə düşüncə tərzini deyil, həyatını da dəyişir. Əgər sən ruhani olaraq böyümək, Tanrının kəlamını daha yaxşı anlamaq və xidmətdə faydalı olmaq istəyirsənsə, Bibliya seminarları sənin yolunda vacib bir addım ola bilər. Başlanğıc 12 oktyabr. Ruhani inkişafını sonraya saxlama. Bəlkə də məhz bu il sənin üçün yeni qərarların, yeni iman səviyyəsinin və Tanrının həyatındakı çağırışını daha dərindən anlamağın ili olacaq. Səni Bibliya seminarlarında gözləyirik. Məhz indi Rəbb səni onu daha yaxından tanımağa dəvət edir. Как же это хорошо. Necə gözəldir. Вы видите, что мы в новом формате. Siz görürsünüz ki, biz artıq yeni И formatda объявление у нас все идет видео. bizim bütün elanlar video formatında Это же хорошо. göstərilir. Bu ki yaxşıdır. Шагаем вперед, развиваемся, двигаемся дальше. İrəliyirik addımlarla və yenilənirik, inkişaf edirik. Я бы хотел сказать, что 6 июня будет детский праздник, вы можете по этому поводу обратиться к Анжеле Ханум. İstəyərdim ki, sizə bir daha onu bildirim ki, 6 iyun tarixində uşaq bayramı olacaq və siz bilet əldə etmək üçün Anjela xanıma yaxınlaşa Анжела Ханум, bilərsiniz. можно, пожалуйста? Anjela xanım Ханум zəhmət здесь. olmasa Вы можете əlinizi подойти к qaldırın. ней и Siz взять ona билетики. yaxınlaşa bilərsiniz və bilet əldə edə И bilərsiniz. также по поводу библейских семинаров. Həmçinin Bibliya У seminarlarına нас в görə фойе будет стол. bizdə foyedə masa var. Там есть наш дорогой брат Владислав, который будет стоять и объяснить, скажет вам всю Orada ez информацию. qardaş var, Vladislav, ona yaxınlaşıb bütün məlumatları əldə edə Вы bilərsiniz. можете подойти после служения к нему. Xidmətdən sonra ona yaxınlaşa bilərsiniz. Я знаю, что здесь есть люди, которые первый раз пришли на это Mən место. bilirəm ki, bu məkanda ilk dəfə gələn insanlar var И ты никогда не примирялся с Иисусом Христом. və sən heç bir zaman İsa Məsih ilə То есть barışmamısan. он не твой друг, ты еще не Yəni сдружился o с ним. sənin dostun, yəni siz dostlaşmamısınız hələ Есть ли ki. такие люди в этом зале? Əgər belə bir insanlar varsa bu məkanda, Если ты здесь, подними, əgər пожалуйста, sən руку. burdasansa və mənə eşidirsənsə, əlini qaldır zəhmət Мы olmasa. бы хотели бы тебя просто увидеть. Biz sadəcə səni görmək istəyirik. Где ты, пожалуйста, дай я тебя Hardasan увижу. zəhmət olmasa, əlini qaldır səni görüm. Если здесь человек такой, İlk dəfə bura gələnlər varsa, əlini qaldırsın zəhmət olmasa. не вижу рук, Görmürəm əlləri, но я верю, что ты amma mən здесь. inanıram ki, sən burdasan. Господь благословит вас. Rəbb sizə xeyir dua versin. Служение наше продолжается. Xidmətimiz davam edir И я хочу пригласить сюда пастора Игоря. və mən bura pastor İqri dəvət etmək Дорогой istəyirəm. пастор Игорь, Əziz pastor İqri, добро пожаловать. xoş gəlmisiniz. Buyurun. Аллилуйя!
А где? Доброе утро! Sabahınız xeyir olsun. Как ваши дела? Necəsiniz? Я когда сюда выхожу, мне не всегда хорошо. Mən hər zaman bura çıxarkən həmişə yaxşı olmur. Всегда есть переживания. Hər zaman həyəcan var. Потому что нелегко Çünki проповедовать народу Божьему. Tanrının xalqına vəz eləmək o qədər də asan deyil. Но когда я сидел там сегодня, Amma bu gün burada eləşərkən мы так никогда не делали, но я чувствую, что biz heç vaxt belə etməmişik, amma hiss eləyirəm ki, сегодня есть на этом месте люди, которые с чем-то сражаются очень сильно. bu yerdə elə insanlar var ki, çox güclü surətdə nə ilənsə mübarizə aparırlar. Ты просто вот есть контакт. Ты находишься в такой ситуации, что тебе очень трудно. Sən elə bir vəziyyətdəsən ki, sənə çox çətindir. Ты не знаешь, что делать. Bilmirsən nə edəsən. И я тебе скажу, Бог знает. Mən sənə deyim ki, Tanrı bilir. Я хотел бы понять, потому что я чувствую, что это не вся церковь, но это некоторые люди. Mən bunu anlamaq istəyirəm, mən başa düşürəm ki, bu hər kəs deyil, bütün məbəd deyil. Я хотел бы с самого начала просто помолиться о тебе. Mən lap əvvəlcə sənin üçün Если dua это etmək ты istəyirəm. находишься в такой вот, просто ты вот не видишь ничего, ты сражаешься, тебе трудно. Əgər sən belə bir vəziyyətdəsənsə, mübarizədəsənsə, bura çıx zəhmət olmasa. Только это люди, которые на самом деле в таком состоянии. O insanlar ki, doğrudan da bu vəziyyətdədirlər. Это несколько человек. Bu bir neçə insandır. Дух Святой здесь. Müqəddəs ruh buradadır. Да, и только это не все, я сказал, это несколько Mən человек. dedim ki, bu bir neçə У insandır, тебя hamı вообще deyil. все безысходно. Çıxılmaz vəziyyət içindədir. Знаете, я обращаюсь к вам. Mən indi sizə müraciət eləyirəm. Господь мне сказал о вас. Rəbb sizi gördü. Это говорит о том, что Бог знает, где вы. Bu o deməkdir ki, Tanrı bilir nə edir. И у Него есть выход из этого. Və onda bu şeylərdən çıxış var. Мы просто помолимся. Biz sadəcə dua Я edəcəyik. просто возложу руку. Mən əllərimi qoyacağam И после этого дьявол, он должен проиграть. və bundan sonra iblis məğlub olmalıdır. Я не знаю, как Бог это все будет делать сейчас, Mən bilmirəm Tanrı bunları necə eləyəcək, но Бог выведет вас. amma Tanrı sizi çıxaracaq. Давайте мы будем петь одну песню. Gəlin bir mahnını Я просто вложу eşidək. руку, Mən sadəcə əllərimi и вы qoyacağam можете идти на место. Господь və сам ondan sonra siz yerlərinizə gedəcəksiniz. Tanrı özü будет решать эту проблему. bu məsələni həll edəcək. Можно пастора выйти. Gələ Не bilərsiniz, надо долго pastorlar. молиться, потому что это... Sadəcə dua etmək lazım deyil. Я не знал, что так много прямо в таких Мен- трудных ситуациях. Mən bilmirdim ki, belə çox insan olacaq belə çətin vəziyyətdə. Но послушайте, Бог знает вас. Amma eşidin, Tanrı bilir. Аминь. Amin. Поем мы аллилуйя, Твое царство на века. Мы поем мы аллилуйя, О Иисус, Тебе величие и хвала. Мы поем мы аллилуйя, Твое царство
Да. Давайте воздадим славу Богу. Gəlin Rəbbə izzəti verək. Аллилуйя! Halleluya. Аминь. Amin. Благословите друг друга и скажите, Birbirinize поздравляю xeyirlər тебя с verin Днем Пятидесятницы. və belə deyin. Sizi 50-cilər Спасибо günü большое. münasibətilə təbrik edirik. Çox sağ olun. Сегодня, на самом деле, по всем церквям, ну не всем, может быть, но некоторые церкви, они празднуют День Пятидесятницы. Bugün doğrudan da bəzi məbədlər 50-cilər gününü qeyd edirlər. И сегодня я буду говорить именно об этом, что же такое День Пятидесятницы. Mən məhz bu barədə danışacağam bugün. Na Nə samym- deməkdir 50-cilər günü? На самом деле это не самый такой праздник в церкви, который отмечается, ну, постоянно. Bu həmişə mütəmadi qeyd olunan bir bayram deyil doğrudan da. Но вы знаете, День Пятидесятницы это был самый первый христианский праздник. Amma əslində 50-cilər günü ən birinci qeyd olunan bayram olub. Он был даже еще раньше, чем было Рождество и Bu Пасха. Milad və Pasxadan da öncə qeyd olunan bir bayram olub. В Деяниях апостолов Павел, он говорит о Дне Həvarilərin Пятидесятницы. işlərində Pavel 50-cilər günündən Если мы danışır. откроем Деяния, 20 глава, 16 стих. Əgər 20-ci fəsil və 16-cı ayəni açsaq, И здесь Павел biz говорит, onu görəcəyik. ибо Павел рассудил миновать Ефес, чтобы не замедлить в Асии, потому что спешил, если будет возможность, в День Пятидесятницы быть в Иерусалиме. Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb 50-ci gün bayramında Yerusəlimdə olsun. И я думаю, на самом деле, о чем мы никогда даже не праздновали этот праздник? Mən düşünürəm ki, biz nəyə görə bu bayramı qeyd etməmişik? Потому что в христианстве это был самый первый праздник. Ona görə ki, məsihçilikdə bu ən birinci bayram olub. Что в этот день произошло? Bu gün nə baş В vermişdi? этот день на самом деле родилась церковь. Bu gün doğrudan da məbəd doğulmuşdu. Скажите аминь. Amin deyin buna. На самом деле это же классно. Bu çox möhtəşəm bir şeydir, düzdürmü? Давайте откроем Деяния, Gəlin Həvarilərin işləri 2 главу, 2-ci fəsli açaq. и посмотрим, что же произошло в День Пятидесятницы. Gəlin baxaq görək nə baş vermişdi При həmin gün. наступлении Дня Пятидесятницы все они были единодушно вместе. 50-ci gün bayramı zamanı onların hamısı bir yerə yığışmışdı. И вы знаете предысторию, Siz bundan əvvəlki hadisəni bilirsiniz. что Иисус взят с земли. İsa yer üzündən aparılmışdı. Он вознесся на небо. O göylərə çəkilmişdi. И знаешь, такое было колебание среди учеников, потому что Иисус, Он учит своих учеников. Çünki deməli şagirdlər arasında belə tərəddüd yaranmışdı ki, İsa onları öyrətmişdi ondan И Он əvvəl. говорит им, что послушай, я скоро уйду. Onlara deyirdi ki, qulaq asın, mən tezliklə gedəcəyəm. И Он готовит их к расставанию. Və onları ayrılıq üçün hazırlayırdı. И, конечно же, ученики, они в таком смущении. Əlbəttə ki, şagirdlər biraz çaşqınlıq içindəydilər. А кто же нас будет вести? Bəs bizi kim idarə eləyəcək? Иисус всегда их учил, İsa hər zaman onları öyrədirdi. как им проповедовать, Onlar necə təbliğ etməlidirlər? как возлагать руки на больных. Xəstələrin üzərinə əllərini necə Он qoymalıdırlar? учил, как входить в дома. O öyrədirdi ki, evlərə necə getmək И вдруг lazımdır. Иисус говорит, что я должен уйти. Və birdən İsa deyir ki, mən getməliyəm. Потому что никто лучше не знал Духа Святого, чем сам Господь. Çünki Məsihin özündən başqa müqəddəs ruhu daha yaxşı tanıyan yox idi. И если мы откроем Иоанна 14 главу, 1 стих, Əgər Yəhya 14-cü fəsil 1-ci ayəni açsaq, Писание говорит, да не смущается, это Иисус говорит ученикам, да не смущается ваше сердце, веруйте в Бога и в Меня веруйте. İsa şagirdlərinə müraciət edərək deyir, qoy ürəyiniz təlaşa düşməsin, Allaha iman edin, mənə də iman edin. Он говорит эти слова ученикам из-за того, что когда Он начинал говорить о Духе Святом, они не понимали, что это такое. Bunu ona görə deyirdi ki, şagirdlər onun dediklərini tam anlaya bilmirdilər. И они были в растерянности. Onlar çaşqınlıq içindəydilər. Написано, они были в смущении. Onlar təlaş içindəydilər yazılıb. Но Иисус, Он успокаивал их.
Amma İsa onları sakitləşdirirdi. Потому что именно рождение церкви произошло, когда Иисус, Он был распят на кресте, Он умер и воскрес. Çünki məbədin doğuluşu İsa'nın ölümündən, çarmıha çəkilməsindən və dirilişindən sonra yarandı. И Он понимал, что Он был ограничен, Он должен был уйти. Və o bilirdi ki, o məhdudiyyət içindədir və getməlidir. Потому что Он был ограничен телом. Çünki bədən içərisində məhdudiyyət var Но Он idi. говорит, я вас не оставлю сиротами, Və o deyir ki, mən sizi yetim qoymaram. потому что я пошлю Духа Святого. Çünki mən müqəddəs ruhu yollayacağam. И именно Иисус знал лучше всего, кто такой Дух Святой. Və məhz İsa Məsih bilirdi ən yaxşı müqəddəs ruh Потому что kimdir. Дух Святой пророчествовал о нем, когда Он должен будет прийти. Çünki müqəddəs ruh onun barəsində şahadət peyğəmbərlik etmişdi ki, nə vaxt gələcək? Дух Святой, Он присутствовал, когда Иисус был зачат от Духа Святого. Müqəddəs ruh O Maria- tərəfindən Məryəmin bətnində dölləşəndə oradaydı. Дух Святой помазывал Его на служение. Müqəddəs ruh onu məhs etmişdi xidmət üçün. Иисус Духом Святым изгонял бесов и исцелял болезни. İsa müqəddəs ruh vasitəsilə iblisi qovurdu və şəfa verirdi И когда xəstəliklərdən. Его служение закончилось на земле, Və onun yer üzündəki xidməti bitəndən Он sonra поднялся на небеса. o göylərə qalxır, Но то, что Он обещал, amma onun vəd etdiyi, Он на самом деле дал церкви. onun vəd etdiyini doğrudan da məbədə verir. Это Дух Святой, Bu müqəddəs ruhdur, который сегодня с нами вместе здесь. hansı ki bizimlə bugün buradadır. Иоанна 14, 15, 16 и 17 глава. Yahyanın müjdələri 14, 15, 16-cı fəsillər. Иисус, Он называет нас своими друзьями. İsa Məsih bizləri özünə dost yazır. Он не говорит, Deyir. мы рабы, мы Его O друзья. deyir ki, biz qul deyilik, biz onun dostlarıyıq. В Иоанне Он потом говорит, что не вы меня избрали, но я вас избрал. Sonra Yahyada deyir ki, siz məni seçməmisiniz, mən sizi seçmişəm. Он говорит нам, что мой Отец должен прославиться на земле, когда вы будете приносить плоды на этой земле. O deyir ki, atam yer üzündə siz bəhrələr gətirəndə izzətlənməlidir. И Он говорит, любите друг друга. Sonra deyir ki, bir-birinizi sevin. И для вас потом Он говорит, лучше, чтобы я ушел. Və o sonra deyir ki, sizin üçün daha yaxşı olar ki, mən gedim. Тогда я смогу вам дать лучшее, это Духа Святого. O zaman mən sizə daha yaxşısını, müqəddəs ruhu verəcəm. Итак, что означает рождение церкви в Дне Пятидесятницы? 50-cilər günündə məbədin doğulması nə deməkdir? Это когда Иисус, Он становится краеугольным камнем. O zaman ki, İsa Məsih künc daşı olur. Потому что 1 Петра, 2 глава 1-ci Petr 2-ci fəsildə и 9 стих. və 9-cu ayədə belə deyilir. Он говорит, 1 Петра. 1-ci Petr. Но вы род избранный, царственное священство, народ святой, люди, взятые в удел, дабы возвещать совершенство, призвавшего вас из тьмы, чудный свой свет. Amma siz seçilmiş nəsil, padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. Аминь. Amin. Здесь, если ученики были рядом с Иисусом, Əgər şagirdlər İsa'nın yanındaydılarsa и мы читаем везде, куда бы Иисус ни прошел, были чудеса. və biz oxuyuruq ki, İsa hara gedirdisə Мы orada видели möcüzələr сначала var Иисус idi. изгоняет бесов, Amma biz görürük ki, İsa мы видели əvvəlcə Иисус исцеляет, cinləri qovur, o больных. şəfa verir xəstələrə. мы видели мертвые воскресают. Biz gördük ki, ölülər dirilirdi. Но знаешь, когда Иисус уходит и становится краеугольным камнем или пастором церкви, Amma biz görəndə ki, İsa gedir və o künc daşı olur və məbədin çobanı olur, Он передает все это нам. bütün bu şeylərin hamısını o bizə ötürür. Теперь это не делает только Иисус. İndi bunu daha Или, tək можно İsa сказать, etmir. это делает Иисус. Və demək olar ki, onu İsa edir. Но Он делает через нас. Amma bizim vasitəmizlə edir. Аминь. Amin.
Церковь, она Да, именно да. призвана, məhz çağırılıb ki, чтобы делать дела, которые делал сам Господь. Rəbbin özünün etdiyi işləri etsin. И у нас есть Дух Святой, Və bizdə müqəddəs ruh var. потому что сам Господь говорит, я ничего не могу делать, Çünki Rəbbin özü deyir ki, mən heç bir şey edə bilmərəm. но это Отец и Дух Святой рядом со мной. Ata və müqəddəs ruh mənim yanımdadılar. Аминь. И Аминь. вот они видели эти чудеса. Давайте Və откроем onlar Деяния 10:38. bunların hamısını görmüşdülər. Gəlin Həvarilərin işləri 10-cu fəsil 38-ci ayəni açaq. Иисус говорит здесь, как Бог Духом Святым и силой помазал Иисуса из Назарета, Allah nəzarətli İsanı müqəddəs ruhla və qüdrətlə məhz etdi. мы видим, что Дух Святой был Biz над görürük ki, Иисусом. müqəddəs ruh İsa'nın üzərində И Он idi. ходил, благотворя, исцеляя всех обладаемых дьяволом, потому что Бог был с ним. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah ona yar idi. Итак, как Бог Духом Святым и силой помазал, помазание, Və Rəbb özü müqəddəs ruhu ilə məhz olunmuşu məhz edirdi. оно сегодня есть над церковью и над каждым из вас. Eləcə də məbədin üzərində bu var və hər birimizin üzərində bu var. Потому что это на самом деле, когда Дух Святой с нами Doğrudan da əgər müqəddəs ruh bizimlədirsə или на нас, və bizdədirsə, и мы Его üzərimizdə, позволяем действовать через нас, və biz ona imkan veririk ki, bizim vasitəmizlə o hərəkət etsin. тогда мы будем видеть эти чудеса. O zaman biz bu möcüzələri görəcəyik. Аминь. Amin. Итак, нам надо принять этот дар, Ona görə də biz bu ənamı qəbul etməliyik. потому что Дух Святой – это дар церкви. Ona görə ki, müqəddəs ruh məbədin ənamıdır. Кто из вас любит получать подарки? Kim sizlərdən hədiyyə almağı sevir? А кто из вас никогда не открывал эти подарки? Sizlərdən kim həmin hədiyyələri heç vaxt açmayıb? Такого не может быть. Belə bir şey ola bilməz. Pодарки всегда открывают. Hədiyyələr hər zaman açılır. Но знаешь, мы должны получить вот это откровение. Это дар для каждого из нас, но нам надо это открыть в себе. Biz həmin bu hədiyyə ənamı açmalıyıq. Biz özümüzdə bu ənamları açmalıyıq. Нам надо выпустить Духа Святого наружу, в этот мир. Biz həmin müqəddəs ruhu bu dünyaya çıxartmalıyıq. Потому что Писание говорит, что ученики, они крестились Духом Святым. Çünki yazı deyir ki, şagirdlər müqəddəs ruhla vəftiz Вы oldular. знаете, что первое крещение или первая пятидесятница была еще в Ветхом Завете. Bilirsinizmi, ilk dəfə deməli vəftiz hələ əhdi ətiqdə baş vermişdi. И она заключалась, когда Моисей получает заповеди для своего народа, когда они выходят из рабства. Və Musanın deməli Tanrıdan aldığı 10 əmrlə başlayır və onlar deməli tərk Именно edirlər. тогда, когда torpağı. они получают заповеди, они становятся народом Божьим. Və həmin o əmrləri alan təki onlar deməli Tanrının xalqına Но вторая çevrilir. пятидесятница Amma ikinci 50-cilər – это когда Дух Святой он сходит на учеников, на 120 учеников в Деянии 1 главе. Həvarilərin işləri 1-ci fəsildə yazıldığı kimi o 120 nəfərin üzərinə enir. Вернее, в 1 главе они собираются и послушны Богу, потому 1-ci что Бог говорит, fəsildə вы молитесь и ожидайте Его. onlar bir yerə toplaşırlar və Tanrı deyir ki, yığışın və И в 1 dua главе они edin. собираются единодушно, они ищут Его и ждут Его, потому что Господь сказал, обещанное, то, что я вам обещал, я дам вам. Və onlar bir yerə toplaşaraq dinləmişdilər ki, İsa onlara demişdi ki, mən sizə vəd etdiyimi göndərəcəm. И во 2 главе, İkinci fəsildə isə так же, как в Ветхом Завете, eləcə də necə əhdi ətiqdə olmuş. вы знаете, когда народ Божий с Моисеем, они подходили к горе, там были громы, молнии, ветер. Tanrının xalqı Musa ilə birgə dağın ətrafına yığışanda və orada gürültular, ildırım səsləri gəlirdi. Но то же самое было в Деянии 2 главе. Eləcə də Həvarilərin işləri 2-ci fəsildə baş verdi. Давайте откроем Деяния опять 2 главу. Gəlin Həvarilərin işləri 2-ci fəsli açaq. Написано. Yazılıb. И внезапно сделался шум с неба, как бы от несущего сильного ветра, и наполнился весь дом, где они находились. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü.
почти такое же переживание. Eləcə demək olar ki, belə bir həyəcan var Рождается idi. что-то новое. Yeni bir şey doğulurdu. Такого еще не было никогда. Heç vaxt belə bir şey olmamışdı. Но все это ожидали, Amma hər kəs onu gözləyirdi. потому что Иисус готовил учеников к встрече с Духом Святым. Çünki İsa şagirdlərini müqəddəs ruhla görüşə И hazırlayırdı. 3 стих. Və 3-cü ayə. И явились им разделяющие языки, как бы огненные, и остановились по одному на каждом из них. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. И 4. Və 4-cü ayə. И исполнились все Духа Святого, и начали говорить на иных языках, как Дух давал им провещевать. Onların hamısı müqəddəs ruhla doldu və ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar. Знаешь, если рождается народ, Bilirsinizmi, bir xalq doğulanda то у народа должен быть и язык. həmin o xalqın bir dili olmalıdır. И представляешь, в этот день Bilirsinizmi, həmin o gün Дух Святой сходит, müqəddəs ruh gəlir. но Он не просто на них сходит. O sadəcə olaraq onların üzərinə enmir. Они начинают все говорить на разных языках. Onların hamısı müxtəlif dillərdə danışmağa Ниже başlayırlar. написано так, что люди, евреи, которые приехали с разных стран, Və aşağıda yazılır ki, insanlar ki, hər tərəfdən müxtəlif ölkələrdən oraya toplaşmışdılar. они слышали свое наречие. Onlar öz dillərini eşitməyə И они başladılar. говорили, откуда они знают. Və onlar deyirdilər ki, onlar hardan bilir bizim dili? Но это было чудо. Bu möcüzə idi. Rождался новый народ, Yeni bir xalq doğulurdu. который должен был прославить своего Творца, Hansı ki öz yaradıcısını izzətləndirməli который idi. должен быть не только для еврейского народа, но он должен повлиять на весь этот мир. Çünki bu deməli təkcə Yəhudi xalqına deyil, bütün dünya xalqlarına təsir etməli idi. Где плоть должна смириться Oradakı cisim o sükuta и qərq больше не olmalı управлять человеком, və insanı daha idarə etməməli idi. но где люди, они крещенные Духом Святым, полностью посвящены Богу. O müqəddəs ruhla dolan insanlar tamamilə Tanrıya həsr olunmalıdılar. Где они будут говорить, уже не я живу, но живет во мне Господь. Oradakı onlar daha deməyəcəkdilər ki, mən yaşayıram. Yani говорят, Deyəcəklər ki, Господь, məndəki вот я. Rəbb yaşayır. Deməlidirlər ki, Пошли меня. Rəbb, mən buradayam və məni göndər. И Писание говорит, Və yazı deyir ki, они проповедуют благую весть. onlar şad xəbəri deməli təbliğ новый edirlər. язык. Bu yeni bir dil idi. Которое никто не понимает. Hansını ki heç kim başa Потому что düşmürdü. Писание говорит, кто говорит на незнакомом языке, тот говорит не людям, а Богу. Çünki yazı deyir ki, kim ki o dillərdə danışır, onlar insanlara deyil, Tanrıya danışırlar. Где твоя плоть должна умирать. Oradakı sənin cismin ölməlidir. Ты молился когда-нибудь на языках? Sən dillərdə nə vaxtsa danışmısan Никогда mı? не прекращай молиться на языках. Dillərdə danışmağı heç vaxt dayandırma. Потому что когда ты молишься на языках, твоя плоть, она умирает. Çünki sən dillərdə danışanda sənin cismin ölür. Аминь. Amin. Знаете, что Bilirsinizmi? если мы говорим сегодня, что Пятидесятница, это день Пятидесятницы, это рождение церкви, Əgər biz deyiriksə, 50-cilər günü bu məbədin doğuluşudur и мы говорим о том, что мы имеем новый язык, və biz deyirik ki, bizim yeni dilimiz вы var. знаете, это обещание Бога. Bu Tanrının vəd etdiyi bir Вы şeydir. помните, давайте откроем Сафонию 3:9. Safoniya və 3-9-cu ayəni Это было gəlməkdə. пророчество. Bu bir peyğəmbərlik Сафония sözüdür. говорит, тогда опять я дам народам уста чистые, чтобы все призывали имя Господне и служили Ему единодушно. O zaman mən xalqların nitqini dəyişib onlara pak dil verəcəyəm ki, hamı Rəbbin adını çağırsın, mənə çiyin-çiyinə xidmət etsinlər. Аминь. Amin. Когда ты заговорил на языках, Sən dillərdə danışanda Писание говорит, кто говорит на языках, никто не может пронести анафему ни на кого. və yazı deyir ki, bu dildə danışmağa başlayan heç bir kəs başqa bir insana lənət oxumamalıdır. Да, некоторые даже сегодня ругаются на языках, Bəzi insanlar hətta o dildə söyüş də söyürlər. потому что они понимают, кто говорит на языках, ругаться не смогут. Və onlar başa düşmürlər ki, dillərdə danışan söyüş söyə bilməz. Потому что это новый народ, имеет новый язык. Çünki bu yeni xalqdır, onun yeni dili var. Помните, что иногда человек сам хочет достичь Бога,
Bilirsinizmi, insan bəzən özü Tanrıya gedib çatmaq Кто istəyir. из вас когда-нибудь сам хотел достичь Бога? Sizlərdən kim bunu etmək istəyib? Тогда ты будешь строить Вавилонскую башню. O zaman sən Babil qülləsi tikməyə Потому что это не сила başlayacaqsan. человека. Çünki bu insanın öz gücü deyil. Писание именно говорит, Бытие 11 глава и 4 стих. Yaradılış 11-ci fəsil 4-cü ayədə belə deyilir. Написано, что они хотели построить башню до небес, 4-cü fəsildə belə yazılıb ki, onlar deməli göylərə çatan и güllə сказали tikmək они, построим istəyirdilər. себе город и башню высотою до небес, и сделаем себе имя, прежде нежели рассеемся по лицу всей земли. Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir güllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq. Неправильная цель. Bu məqsəd düzgün Я deyildir. думал, Господь, когда смотрел на них, думал, ничего себе. Və mən düşünürəm ki, Tanrı göydən baxıb başını И потом yelləyib. они говорят, послушай, если они задумали это, они сделают это. Sonra düşünüb ki, əgər onlar bir şeyi qərara gəliblərsə, onu edəcəklər. Что я сделаю? Mən nə edəcəm? Я рассею их и дам им разные вообще языки, Mən onları чтобы они не понимали друг səpələyəcəm друга. və onlar bir-birini başa düşməsin deyə onlara müxtəlif dillər verəcəm. Потому что, в принципе, когда мы сами что-то строим, тогда мы будем всегда прославлять себя. Çünki buna oxşar olaraq biz bir şey tikəndə özümüzü Мы izzətləndiririk. всегда будем жить независимо от Бога. O zaman biz Tanrıdan aslı olmayaraq yaşamaq istəyəcəyik. И иногда люди объединяются для того, чтобы не угодить Богу, а наоборот. Bəzən insanlar bir yerə toplaşırlar ki, Tanrıya yox, özlərinə məqbul olsunlar. Сделать себе имя. Özlərinə bir ad Но qazansınlar. Пятидесятница, Amma 50-cilər она делает все наоборот. bunu hər şeyi əksinə Не edir. человек идет к Богу, а Бог приходит к человеку. İnsan Tanrıya getmir, Tanrı insanın yanına gəlir И Он дает им новый язык. və onlara yeni dil verir. Во-первых, это сам Бог возвращает языки, İlk öncə Tanrı özü o dili onlara qaytarır. где человек, он смиряется перед Ним. Orada insan Tanrının qarşısına tabe olur. Что делали ученики? Они искали обещанного. Şagirdlər nə edirdilər? Не что Onlar они хотели, а vəd что olunmuş bir Иисус şeyi сказал им. axtarırdılar. İstədiklərini yox, İsa'nın Писание onlara написано, dediklərini они все axtarırdılar. единодушно были вместе Yazı deyir ki, onlar bir qəlbən onlar bir yerdə для toplaşmışdılar того, чтобы vстретиться с Богом, получить то, что Бог обещал им. ki Tanrı ilə görüşsünlər, onun vəd etdiyi ilə У görüşsünlər. них был один язык. Onlarda bir dil var У idi. первой церкви у них была одна цель. Birinci məbədin bir məqsədi var idi. Их жизнь зависела полностью от Бога. Onların həyatı tamamilə Tanrıdan asılı idi. Если они хотели прославить, Вавилонская башня, хотели прославить свое имя, Əgər onlar Babil qülləsi tikərək öz adlarını izzətləndirmək istəyirdilərsə, то все, что мы делаем, мы говорим, Господь, только слава Тебе. amma biz nə ediriksə edək, deyirik ki, Tanrı sənə izzət olsun. Потому что мы понимаем, Ona görə ki, biz anlayırıq. что это Бог, который помогает нам достигать целей. Tanrı bizə kömək eləyir ki, biz o məqsədlərə И это не çataq. наши цели, Bu bizim məqsədlərimiz это deyil. Его цели, которые мы ставим в своей жизни. Bu onun məqsədidir ki, biz öz həyatımızda qoyuruq. Пойти до краев земли, Dünyanın hər yerinə gedərək проповедовать Слово Божье. Tanrının kəlamını vəz И eləmək все, что мы üçün. делаем, Və biz nə ediriksə edək, сказать, это Тебе слава, Господь. ondan sonra deyək ki, Tanrı sənə izzət olsun. Колоссянам 3 глава 23 стих. Koloslara 3-cü fəsil 23-cü ayə. И все, что делаете, делайте от души, как для Господа, а не для человека. Gördüyünüz hər şey insanlar üçün deyil, Rəbb üçün edən kimi canı dildən edin. Аминь. Amin. Если в бытие человек хочет добраться до Бога сам, Əgər yaradılışda insan Allaha özü çatmaq istəyirdisə, то в Новом Завете, в Деяниях 2 главе, amma yeni əhdə, Həvarilərin işləri 2-ci fəsildə isə сам Господь приходит в нашу жизнь. Rəbbin özü bizim həyatımıza gəlir. Аминь. Amin. Итак, Дух Святой – это то, что мы должны жаждать в этом мире. Müqəddəs ruh bizim yer üzündə yanğı ilə axtardığımız bir şey olmalıdır. Помните самаритянку? Yadınızdadırmı Samariyalı qadın? Это Иоанна 4 глава 14 стих. 4-cü fəsil, Yahyanın 4-cü fəsli və 14-cü ayə. Иисус подходит
приходит в то место колодца, İsa həmin o quyunun başına gəlir. и он хочет пить. O içmək istəyir. И он просто говорит этой самаритянке, потому что они не дружили. Это два народа, которые не дружили вместе. O bunu sadəcə Samariyalı qadına deyir, amma onlar deməli bu iki xalq olaraq bir-biri ilə dostluq Она etmirdilər. говорит, дай мне напиться. O deyir ki, mənə su ver içim. Она говорит, ну как? O deyir, mən necə buna Мы вообще edim? даже с вами не сообщаемся. Biz heç sizinlə ünsiyyətimiz yoxdur. И тогда Иисус говорит, O кто zaman будет İsa пить deyir, воду, которую я дам ему, тот не будет жаждать вовек. Но вода, которую я дам ему, сделается в нем источником воды, текущую в вечную жизнь. amma mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək. И в 10 стихе 10-cu ayədə. этой же главы Həmin fəsil Иисус 10-cu сказал ayə. ей в ответ, если ты знала дар Божий, İsa ona deyir, əgər sən bilsəydin ki, bəxşiş, Allahın bəxşişi nədir? Дух Святой – это дар. Müqəddəs ruh o bəxşişdir. И кто говорит тебе, дай мне пить, то ты сама просила бы у него, и он дал бы тебе воду живую. Mənə su ver içim deyənin kim olduğunu bilsəydin, özün ondan su istəyərdin. Аминь. Amin. Я тебе скажу одну вещь, что быть крещенным Духом Святым Mən sənə bir şey deyim. Müqəddəs ruhla vəftiz olmaq нужно один раз. bircə dəfə olur bu. Но чтобы присутствие Духа Святого было постоянное в нашей жизни, Amma müqəddəs ruhun huzuru hər zaman bizim həyatımızda olsun deyə Писание говорит, нам надо постоянно исполняться yazı deyir ki, biz hər zaman ondan или dolmalıyıq наполняться им. və onu içimizə doldurmalıyıq. Крещение Духом Святым – это Божья воля. Müqəddəs ruhla vəftiz olmaq Tanrının iradəsidir. Но быть полным постоянно – это наша ответственность. Amma onunla dolu olmaq bizim vəzifəmizdir. Писание говорит, Ефесянам 5 глава 18 стих. Efeslilərə 5-ci fəsildə 18-ci ayədə Не belə deyilir. упивайтесь вином, от которого бывает распутство, но исполняйтесь Духом Святым. Şərabdan sərxoş olmayın. Bu sizi mənəviyyatsızlığa aparar. Bunun əvəzinə ruhla dolun. Мы хотим найти Бога, Biz Tanrını tapmaq istəyirik, но мы не можем сами это сделать. У нас есть помощник, это Дух Святой. amma bunu özümüz edə bilmirik. Bizim köməkçimiz var, müqəddəs ruh. Писание говорит, раньше в Ветхом Завете, когда люди хотели войти в сверхъестественное, они начинали напиваться и попадали в какие-то трансы. Yazı deyir ki, əhdi ətiqdə insanlar Tanrını axtararkən onlar sərxoş olan içkilər içirdilər və trans vəziyyətinə gəlib çıxırdılar. Потому что они думали, что они попадают в сверхъестественное. Onlar düşünmürdülər ki, onlar qeyri-adiliyin içinə girirlər. Я однажды меня арестовали Bir zaman məni həbs и etmişdilər посадили в тюрьму. və zindana salmışdılar. Такая временная тюрьма. Bu bir zaman, bir müddətlik И zindan там idi. была камера, Və orada bir kamera var и idi человек, наверное, 40. və orada 40 nəfərə yaxın adam var И idi. железные нары, не железные, деревянные нары. Və Нары, кровать. taxtda çarpayılar var idi. И возле меня Və mənim də yanımda. был человек с белой горячкой. Və bir adam var idi ki, sərxoş vəziyyət, hər zaman sərxoş idi. То есть его привезли туда, чтобы он отошел, наверное, не знаю. Və onu ora gətirmişdilər ki, o biraz ayılsın. И он всю sərxoşluqdan. ночь Və o bütün gecəni со mной хотел прорваться и сделать подкоп. və mənim altımı qazıb orada bir çuxur yaratmaq istəyirdi. Он говорит, ну что, давай копать. O deyirdi ki, gəl buranı qazaq. Его здесь кровать, моя здесь кровать. Mənim çarpaylarımız yan-yana idi И он посередине копает. və o ortadan bir çuxur qazırdı. Белая горячка. Bu onun sərxoşluğun pik Да, nöqtəsi он не idi. копает, ну что там делает? Да, Думает, что он копает. Orada heç nə etmirdi, amma düşünürdü ki, nəsə qazır. Вот почему Господь говорит, не упивайтесь вином. Ona görə də Rəbb deyir ki, şərabdan sərxoş olmayın. Но лучше что сделать? Исполняться Духом Святым. Ən yaxşısı ruhla, müqəddəs ruhla dolun. Например, Misal у üçün, меня в руках телефон. Очень mənim хороший. əlimdə yaxşı bir telefon var. Знаете ее функцию? Bilirsinizmi onun funksiyası У nədir? него есть еще зарядка. Və onun
şarjı var. Заряд. Enerji yığmaq Да, энергия. funksiyası var. Если он должен подключаться иногда к источнику, Və o vaxt aşırı o mənbəyə qoşulmalıdır для того, чтобы он работал, ki, işləyə bilsin. это как мы. Bu bizim kimidir. Писание говорит, нам надо иногда исполняться, приходить в Божье присутствие. Və yazı deyir ki, biz bəzən Tanrının huzuruna daxil olmalıyıq. Отделять для этого время. Bunun üçün bir zaman ayırmalıyıq. И просто приходить в присутствие Бога. Tanrının sadəcə olaraq huzuruna girməliyik. Вот почему Иисус говорит, например, в Матфея 5 глава, Matta 5-ci fəsildə isə belə deyir. что имейте тайную комнату. O deyir ki, gizli bir otağın olsun. Аминь. Это где я закрываюсь от всего. Oradakı mən hər kəsdən bağlanıram. У нас куча проблем, Bizim çoxlu problemlərimiz var. куча ситуаций. Müxtəlif Но vəziyyətlərimiz мы var. должны научиться воевать с этим правильно. Amma biz bununla doğru mübarizə aparmağı öyrənməliyik. Иногда надо кричать, Bəzən çığırmaq lazımdır. иногда надо прорываться, Bəzən dəlib keçmək но lazımdır. иногда просто надо найти путь и прийти в Божье присутствие. Amma bəzən isə yol tapıb Tanrının huzuruna daxil olmaq И lazımdır. наполниться Его Духом. Və onun ruhu ilə Потому dolmaq что Писание lazımdır. говорит, Духом моим будете изгонять бесов. Çünki yazı deyir ki, mənim ruhumla cinləri Духом qovacaqsınız. моим Mənim ruhumla будете побеждать. qələbə çalacaqsınız. Аминь. Аминь. Вот почему Ona görə Писание də говорит, нам надо креститься однажды, yazı deyir ki, biz bircə dəfə vəftiz olmalıyıq, но исполняться Духом надо постоянно. amma daim biz ruhla dolmalıyıq. Когда мы исполнены Духа Святого, Biz müqəddəs ruhla nə vaxt olduq? что происходит в нашей жизни и с нашей жизнью? Bizim həyatımızla nə baş verir? Во-первых, это я видел всегда верующие, они такие радостные. İlk öncə mən görmüşəm ki, məsihçilər çox sevincli olurlar. Даже у них проблемы. Hətta problemləri olsa belə. Но они говорят так, интересно, что Господь сделает с этим. Və onlar belə deyirlər, maraqlıdır, görəsən bu hadisə ilə Tanrı nə Потому что edəcək? иногда мы сами хотим сделать все. Çünki bəzən hər şeyi biz Но özümüz etmək Писание istəyirik. говорит, Бог не даст славы своей никому. Yazı deyir ki, Tanrı öz Он izzətini ждет, heç наоборот, kimlə чтобы мы пришли bölüşməz. к Нему. O hər şey eləyir ki, biz onun yanına gələk. И тогда силы уст, O zaman силы и присутствие Бога, Tanrının ağzı ilə və onun huzuru ilə горы будут уходить. Написано dağlar так. çəkiləcək. Belə Все, что yazılır. мы будем связывать на земле, это будет связано на небесах. Yer üzündə nəyi bağlasaq, göylərdə o bağlanmış olacaq. Но это не человеческая плоть, которая кричит, это Amma дух. bu bəşərin который gücü deyil внутри ki, нас. hansı ki çığırır. Amma Потому что bizim Писание говорит, içimizdə olan ruhdur. Бог посылает слово, Çünki yazı deyir ki, Tanrı öz kəlamını göndərir и оно должно быть посеяно внутри нас. və o bizim içimizə И əkilməlidir. оно послано для того, чтобы совершить что-то. Və o ona görə göndərilib ki, nə isə yerinə yetirsin. И когда вот мы говорим духом, Və o zaman ki, biz ruhla danışırıq. тогда это слово начинает возвращаться к Богу. O zaman o kəlam Tanrının И yanına qayıdır. исполнять то, зачем Бог послал его. Və Tanrının o məqsədlə ki, onu göndərib, onu yerinə Когда мы yetirəcək. исполнены Духом Святым, Biz müqəddəs ruhla dolanda во-первых, всегда будет приходить любовь к людям. ilk öncə insanlara məhəbbət qayıdacaq. Будет сострадание. O deməli Сострадание. Да. Ну, сострадание. şəfqət olacaq. Sustradać. İnsanlara şəfqət olacaq. Да. Деяние 1.8. Həvarilərin işləri 1:8. Написано, но вы примете силу, потому что когда Дух Святой с нами, у нас есть сила. Və o deyir ki, müqəddəs ruhla dolanda müqəddəs ruh bizim içimizdəki gücdür. Когда Дух Святой и церковь ищет и наполняется им, эта церковь будет влиятельной. Əgər məbəd həmin müqəddəs ruhu axtarırsa, o təsir edən Иисус olacaq. понимал это, вот почему Он говорил ученикам, что послушайте, примите Духа Святого. O bunu anlayırdı və öz şagirdlərinə ona görə deyirdi ki, müqəddəs ruhla dolun. Он понимал, что все, что Он делал, это было присутствие и сила Бога.
O bilirdi ki onun ettiği her bir şey ona göre baş verir ki o her zaman müqəddəs ruhun Вот почему gücüyle он bunu говорит edir. сегодня тебе, прими силу Божью. Ona göre de bugün ben sana deyirəm примите Tanrının силу. müqəddəs ruhunu, gücünü Когда qəbul сойдет eləyin. Дух Святой. O zaman ki o üzərinizə И inəcək. тогда вы будете мне свидетелями. O zaman siz mənə şahadət Сегодня мы edəcəksiniz. свидетельство слушали. Bugün biz həmin şahadəti eşitdik. Это же понятно, это не человек. Aydındır ki bu insanın işi değil. Это свидетельство, когда люди молились, и Дух Святой что-то сделал. Və bu onun şahadətidir ki insanlar dua edərkən müqəddəs ruh nəsə Вот etdi. почему, когда мы исполнены Духом, у нас есть сила. O zaman ki biz müqəddəs ruhla doluruq, bizdə güc Сила olur. исцелять больных. İnsanlara şəfa vermək üçün У нас güc. сила – это любить людей и проповедовать им Слово Божье. İnsanları sevmək üçün olan güc və təbliğ eləmək üçün. Потому что spасение – это не означает конец пути, Çünki xilas yolun sonu deyil. а начало призвания. O çağırışın başlanğıcıdır. Вот почему нам нужно исполняться Духа Ona Святого. görə də biz müqəddəs ruhla dolmalıyıq. Если у нас есть сила Духа Святого, мы можем противостоять греху. Əgər bizdə müqəddəs ruhun gücü varsa biz günaha qarşı dura bilərik. Если мы исполняемся Духом Святым, у нас есть радость и смелость. Əgər bizdə həmin müqəddəs ruh varsa biz sevinç və cəsarətli ola bilərik. Если мы исполнены Духа Святого, мы слышим голос Бога. Biz o zaman Tanrının səsini eşidə bilərik. И тогда внутри начинается совершенно другая жизнь. O zaman daxilimizdə tamamilə başqa bir həyat başlayır. Писание говорит, реки живой воды. Yazı deyir ki, axar sular çağlamağa başlayır. Они начинают на самом деле течь. Doğrudan da o bizdən axmağa başlayır. Аминь. Amin. Итак, Beləliklə, сила для нас сегодня, Духа Святого, это жить совершенно новой жизнью. müqəddəs ruhun gücü bizim həyatımızda doğrudan da yeni bir, tamam başqa bir həyatla yaşamaqdır. Иногда верующие живут так же, как они жили до спасения. Bəzən imanlılar xilasa qədər olan ki həyatlarını Это yaşayırlar. неправильно. Bu doğru deyil. Мы должны жить новой жизнью. Biz yeni həyatla Нам надо yaşamalıyıq. видеть чудеса. Biz möcüzələr Нам надо görməliyik. переживать Бога. Biz Нам Tanrını надо свидетельствовать о yaşamalıyıq. Боге. Biz Tanrının Нам нужно barəsində возлагать şahadət руки на etməliyik. больных, они должны исцеляться. Əllərimizi xəstələrin Нам üzərinə нужно qoymalıyıq много və говорить onlar на иных sağalmalıdır. Biz daha çox Нам dillərdə нужно влиять на danışmağa этот мир. başlamalıyıq və bu dünyaya təsir У etməliyik. нас должна быть сила для служения. Bizdə xidmət üçün güc olmalıdır. Но если мы служим и нету силы, Əgər biz xidmət ediriksə və gücümüz yoxdursa мы просто долго не протянем. və biz bunu daha davam elətdirə bilmərik. Вот в чем День Пятидесятницы. Ona görə də 50-cilər günündə Это что-то новое. bu yeni bir şey başladı. Во-первых, İlk öncə это принесло единство, bu birlik gətirdi. потому что мы все едины. Çünki biz hamımız birik. У нас нету разных целей, у нас одна цель. Bizim müxtəlif məqsədlərimiz yoxdur. У нас, Eyni есть məqsədimiz у var. нас есть нужды свои, Bizim özümüzün но ehtiyaclarımız var. цель совершенно одна для всех. Amma hər bir kəs üçün bir tək məqsəd var. Аминь. Аминь. Мы новый народ. Biz yeni xalqıq. Когда пришла Пятидесятница, Бог явил 50-cilər gələndə свое присутствие нам. Tanrı öz huzurunu bizə verdi. Писание говорит, мы стали храмом для Него. Yazı dedi ki biz onun üçün bir məbəd olduq. Сегодня мы не ходим в храм, Biz indi bugün məbədə gəlmirik. мы сами храм. Biz özümüz həmin məbəd. Когда двое или трое собираются во имя Его, 2-3 nəfər onun ismi naminə toplaşanda, во имя Его, это значит исполнить Его волю. onun ismi naminə toplaşmaq, onun Писание iradəsini говорит, yerinə Он yetirməkdir. там для того, чтобы Yazı помочь deyir ki, o oradadır ki, kömək etsin и благословить нас. və bizə xeyir dua versin. Мы начали говорить на иных языках, Biz başqa dillərdə danışmağa başladıq и это было знамение. və bu bir əlamət idi. Это стало не только для одного народа. Bu təkcə bir xalq üçün Spasение. olmadı, Но xilas. говорение на языках означает, Amma dillərdə danışmaq o что deməkdir ki, Бог хочет достигнуть все народы. Tanrı bütün xalqlara çatmaq istəyir. И последнее, все Və это есть sonuncu церковь. və bütün bu şeylərin hamısı bir məbəddir. И все народы сказали здесь, Və все люди burada сказали olan insanların hamısı desin, Аминь. Итак, с Днем Аминь. Пятидесятницы вас. 50-cilər gününüz mübarək Если можно olsun. прославление, Mümkündürsə həm qrupu gəlsin. давайте встанем. Gəlin qalxaq. Ты что-то получил сегодня? Sən bugün nəsə aldınmı? Трудно было. Çətin idimi? Отец, мы славим Тебя. Ata, biz sənə izzət veririk.
Мы благодарим Тебя за Sənə этот день. minnətdarıq bu günə görə. Мы прославляем Твое имя. Sənin ismini izzətləndiririk. И мы благодарим за Пятидесятницу. Biz 50-cilər gününə görə təşəkkür eləyirik sənə. Это день, которой началась новая эра. Bu həmin o gündür ki, yeni bir era başladı. Именно эра благодати, Və lütf erasıdır bu. где люди, уповая на Тебя, Orada insanlar sənə iman edərək, они видят Твою силу и Твое присутствие. sənin gücünü görürlər, sənin huzurunu görürlər. И мы просим Тебя, Господь, Səndən xahiş наполняй нас, edirik. Ya Rəbb, bizi doldur. наполняй нас своим духом. Öz ruhunla doldur bizi. Пусть у нас будут, Господь, Qoy Твои дары, Твои чудеса. bizdə sənin möcüzələrin və sənin ənamların olsun. Потому что мы видим, что церковь Твоя, Çünki biz görürük ki, məbəd səninkidir. все, что она будет связывать на земле, Yer üzündə o nəyi bağlasa, это будет связано на небесах. göylərdə bağlanmış olacaq. И мы благодарим Тебя, Və Господь, sənə сегодня. minnətdarıq bugün. Просто излей своего духа. Öz ruhunu sadəcə axıt. Пусть реки, Господь, живой воды начинают Qoy течь canlı наши sular уст. axsın. Не реки, которые O несут çaylar поражение, ki, o çaylar yox ki, məğlubiyyət gətirir. не уста, которые все разделяют, O ağızlar yox ki, hansı ki ayırır yalnız. но уста, которые могут провозглашать веры, O dillər ki, imanı vəz eləyir, bəyan eləyir. уста, которые на самом деле говорят из духа, O dillər doğrudan da ruhdan не из gələrək плоти, danışır. Господь, Cisimdən deyil. но из духа, из Твоих обетований. Sənin vədlərindən, sənin ruhundan danışır. И мы понимаем, что когда мы говорим, Və biz Из своей aydındır plati. ki, öz cismimizlə danışanda то это не рождает ничего нового. yeni bir şey doğulmur. Но когда мы говорим из своего духа, Amma biz ruhumuzdan danışanda, тогда Ты начинаешь творить. o zaman sən yaratmağa başlayırsan. Твое слово становится плотью. Sənin kəlmələrin o bədən bəşər Ты olur. спасаешь людей. Sən insanları xilasa Ты gətirirsən. исцеляешь их. Sən onlara şəfa Ты, verirsən. Господь, ведешь нас в другие города. Sən bizi başqa şəhərlərə aparırsan. И мы просим Тебя сегодня, исполни нас Духом Святым. Və səndən xahiş edirik bugün bizə həmin o ruhu ver, Мы doldur просим bizi. Тебя, приди, Дух Святой. Biz səndən xahiş edirik müqəddəs ruh, gəl. Мы не хотим Тобой пренебрегать. Biz səni etinasız yanaşmaq istəmirik. Но мы сегодня поняли, что Иисус, Он на небесах. Amma biz bugün anladıq ki, İsa göylərdədir. Но Ты сегодня здесь, рядом с нами. Amma sən bizimləsən, yanımızdasan bugün. Ты, который сегодня ведет нас. Sən bizi bugün aparansan. Ты, который также учит нас, как Иисус учил своих учеников. Necə ki, İsa şagirdlərini öyrədirdi, eləcə də sən bugün bizi Потому что Писание öyrədirsən. говорит, Ты учитель. Çünki yazı deyir ki, sən müəllimsən. Ты наш утешитель. Sən bizə sakitlik verənsən. И мы благодарим Тебя прямо Mən сейчас minnətdarıq elə indi. за Твое излияние, за Твое прикосновение. Sənin bu axınışına görə və sənin Я молюсь, huzuruna Господь, görə. давай закроем все глаза. Gəlin gözlərimizi hamımız Давай bağlayaq. сосредоточимся на Боге, на Духе Gəlin Святом. Tanrıya və Не müqəddəs открывайте ruha глаза. köklənək, gözlərinizi açmayın. Но представьте просто Бога пред собой. Öz qarşınızda İşite его Tanrını лица. təsəvvür edin, onun simasını Господь, я axtarın. молюсь прямо сейчас. Ya Rəbb, mən elə indi dua eləyirəm. Просто изливайся на это место. Bu yerə ax, Наполняй, Господь, bizi dolduraraq. чтобы реки живой воды начинали течь. Qoy canlı sular, çaylar axsın. Я разрушаю всякую пустыню. Mən hər bir səhralığı dağıdıram. И я прошу Тебя, Господь, Mən səndən xahiş eləyirəm, ya Rəbb. крести Духом Святым. Müqəddəs ruhunla vəftiz et. Кого-то крести, Kimi isə vəftiz а et. кого-то наполни. Kimi isə doldur. Ле баран тая брундия. Кей лабу рахаба бан тая брун курбу. Ля брамамантия броку трубрундая. Господь, мы жаждем Тебя. Ya Rəbb, biz səni yanğı ilə gözləyirik. Наполни нас, Господь, Bizi doldur, ya Rəbb. через кровь Иисуса Христа. İsa Məsihin qanı vasitəsilə. Спасибо Тебе прямо сейчас. Çox sağ ol elə indi bu yerdə. Мы благодарим Тебя. Biz Давайте sənə эту песню minnətdarıq. споем. Приди, Дух Святой, вот это. Давайте будем петь, и пускай Дух Gəlin Святой oxuyaq наполняет. və qoy Положите müqəddəs все ruh руки вот на bizi живот. doldursun, И əllərimizi просто пойте
И дайте Духу Святому просто сходить на вас. Oxuyun və qoyun, icazə verin qoy müqəddəs ruh sizin üzərinizə insin. Небо распахнет, Бог бескрайнею волной, Ты меня, мой Дух, приди святой, пусть Дух Святой придет, ворвется как поток, небо распахнет, Бог бескрайнею волной, Ты меня, мой Дух, приди святой. Я жду, на меня сойди, на меня сойди, о, я жду, на меня сойди, на меня сойди, и никто другой на земле ближе быть не сможет, и никто другой на земле ближе быть не сможет. Пусть Дух Святой придет, ворвется как поток, небо распахнет, Бог бескрайнею волной, Ты меня, мой Дух, приди святой. Давай будем молиться на языках. Gəlin dillərdə Все. danışaq hamımız. Давайте возвысим свой голос. Gəlin öz Ле səsimizi рабабакая ucaldaq. брундия. Ля бара хабадия гарабо. Ле каман гарабо котро брундая. Ле рабабабандая брундия. Ле каман грама мандая. Ля бара хабабандия гарабо котро. Ле рама мамандая бронгорого. Ле рама мамандия брангарага. Лям бробо бондия бронгороbo. Le rababababandia branca da garaba. Le rama mama mandaya brondo. Le kaman bromo mondia. La baran garabахая брондая. Le брама мамандая Дух Святой. Аллилуйя, приди, Господь. Müqəddəs ruh Наполни нас сегодня. Bizi bugün Наполни собой. Özünlə Господь, doldur мы bizi. ждем Тебя. Ya Rabbi, Приди, seni наполни, özlüyoruz. Господь. Gəl bizi Пусть doldur. реки Ya Rab. живой воды, Öz они canlı текут с sularınla. наших уст, Отец. Мы разрушаем прямо сейчас всякую пустыню. Hər bir И мы səhranı просим dağıdırıq. Тебя, пусть реки текут. Qoy çaylar axsın. Реки, Господь, текут с Qoy наших уст. çaylar axsın. Реки, Господь, лей каман, бора мамантия рандая, габара хабубундия, лей рабабабадая брондою, ли ракамамантара бокотро, лей рабабабандия брондая, бо, лей, бо рамамандая брон, киля бахабадия брондая. Аллилуйя! Аллилуйя! О, yes! Аллилуйя! Мы благодарим Тебя. Лей команд рамандия. Бо рабабабандия брондая. Команд! Мы славим Тебя, Господь. Biz sənə izzət Мы veririk. славим Тебя. Sənə izzət veririk. И никто другой на земле ближе быть не сможет. Пусть Дух Святой
Святой придет, ворвется как поток, небо распахнет. Бог бескрайнею волной, ты меня мой, Дух приди святой. Пусть Дух Святой придет, ворвется как поток, небо распахнет. Аллилуйя, спасибо, Господь. Мы благодарим Тебя. Sənə minnətdarıq ya Rəbb. Благодарим Тебя. Sənə minnətdarıq ya Во Rəbb. имя Иисуса. İsa Məsihin ismi naminə. Аллилуйя. Halleluya. Аминь. Amin. Воздай славу Богу. Rəbbə izzəti ver. Знаешь, у нас есть наш голос. Bizim səsimiz var. И в последнее время я замечаю, когда я молюсь с верующими, они молятся просто своим голосом. Bilirsinizmi, mən son vaxtlar görmüşəm ki, insanlarla dua edəndə onlar öz səsləri ilə Но dua есть голос edirlər. из Духа. Amma ruhun öz səsi var. Этот голос дьявол ненавидит. Həmin o səsi Он iblis всегда eşidə хочет bilmir. завалить наши колодцы. O bizim öz səsimizlə onu bağlamaq istəyir. Но помните, это наша ответственность. Bilirsinizmi, bizim məsuliyyətimiz var, Нам не надо креститься. amma ona vəftiz olmaq Нам надо lazım. научиться наполняться. Biz onu öyrənməliyik ki, dolmağı Если мы öyrənməliyik. будем полными, Biz dop dolu olmalıyıq. Müqəddəs ruhla. церковь станет еще живее. O zaman məbəd İsa daha будет canlı еще olacaq. больше. Daha böyük olacaq. Аминь. Amin. Ты веришь в это? Sən buna Ты будешь inanırsan, наполнять себя Духом sən Святым? özünü müqəddəs ruhla dolduracaqsanmı? Аминь. Тогда время Аминь. сегодня пожертвования. Ярослав, пожалуйста. Спасибо, пастор Игорь, спасибо большое. Было очень sильное слово. Təşəkkür edirik Vətən Pastor Ceyn- Igor. Çox güclü bir kəlam Дети, idi. пожалуйста, можете присаживаться. Zəhmət olmasa Сесть. əyləşin. Дорогая церковь, Əziz məbəd. и я бы хотел немного сказать пожертвование и открыть Деяния 2 глава и 44 стиха. 2 глава, 44 стих. И по 47 просто прочитаем мы. Həvarilərin məktubunu açardıq zəhmət olmasa. 2-ci fəsil 4-cü ayədən. Все же верующие, написано, были вместе и имели все общее. İman edənlərin hamısı bir yerdə idi. Bütün əmlaklarından da birgə istifadə edirdi. И продавали имение и всякую собственность, разделяли всем, смотря по нужде каждого. Пожалуйста, дальше. Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar. И каждый день единодушно пребывали в храме, переломляя по домам хлеб, принимали пищу, веселье и простоте сердца. Hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə səmimi qəlbdən çörək bölüb yeyirdilər. И дальше. Və sonra Прославляя или хваля Бога и находясь в любви у всего народа, Господь же ежедневно предлагал спасаемых к церкви. onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlara qoşulurdu. И это то, о чем сегодня говорил пастор Игорь. Və bu o kəlamdır ki, hansı ki onun barəsində Pastor Igor danışırdı. Когда люди покаялись сразу, когда проповедовал Петр, люди покаялись. Və Petr bu haqda vaz edirdi və insanlar xilasa gəlirdi. И потом написано, как они жили. Və ondan sonra yazılmışdı ki, onlar necə yaşayırdılar. Конечно, не говорим, что мы продавали имение и раздавали так друг другу. Əlbəttə ki, orada deyilmir ki, nəyimiz var ki, onu Я не говорю сейчас это. Mən demirəm ki, indi bunu ki, hər şeyi Но paylayın. я видел такое усердие, что люди и такое делали в этой церкви. Amma mən elə bir qəlblər görürdüm ki, bunu da edənlər var idi bu kilsədə. Это дар веры, я думаю, действует в жизни человека. Bu Rəbdən verilən ənamdır insan ürəyinə. Но что я увидел здесь, что они были в постоянстве. Və burada mən nəyi gördüm? Əsasən bunlar daimi idilər. И потом я вижу дальше, как Павел, он направляет первых христиан. Və sonra mən görürəm ki, burada Paul birinci məsihçiləri necə yönləndirir.
И потом они уже отделяли десятины пожертвования и сеяли в постоянстве. Və onlar bundan sonra onda bir və könüllü iyanələr verməyə başlayırdılar və bunda daimi idilər. И Павел говорит, не останавливайтесь в том, что вы делаете. Və Paul burada deyirdi ki, dayanmayın etdikləriniz əməllərdə, Будьте davam в edin, постоянстве. daimi olun, Дисциплинируйте себя. özünüzü disiplin edin. Недавно Бог обличил меня. Я думаю, Дух Святой обличил меня. Müqəddəs ruh məni ifşa Не etdi. дисциплинируйся по отношению к своим финансам. Öz maddi durumuna görə disiplin et özünü. Я говорю, почему все так и вот так вот сейчас Və будет mən сложно и düşünürdüm плохо. ki, nəyə görə hər şey belə çətindir? И когда вдруг я помолился, потом сел, Və расписал dua все, etdim, əyləşdim, hər şeyi yazdım. еще одно заметил. Когда я просто отделяю десятину, сею ли я ее сразу? Və mən bir şeyi nəzər saldım ki, mən qazanc əldə edəndə onda biri dərhalmı ayırıram? И Господь обличил меня, и я Və верю, Rəbb что məni ifşa etdi я burada покаялся сразу. və mən dərhal Разные tövbə причины бывают, etdim. чтобы оправдаться. Çox məqamlar olur ki, insan bəraət qazanır özünə. Разные сложные ситуации. Müəyyən çətin vəziyyətlər olur. Но я понял внутри, что то, что его, это просто сразу должно отдаться ему. Amma один mən день. bunu dərk etdim ki, ona məxsus olan sadəcə onun olmalıdır və vaxtında, zamanında verilməlidir. И была сложная ситуация, Господь просто вывел меня оттуда. Və çətin bir vəziyyətdə idim, sadəcə Rəbb məni o vəziyyətdən çıxardırdı. Я так благодарен ему. Və mən çox minnətdaram ona. И что написано, интересно, что они с radостью это Və делали. burada nə yazılıb maraqlısı odur ki, onlar sevinclə, sevinə-sevinə edirdilər У bunu. нас общая церковь с вами. Və biz здание. ümumi məbəd kilsəyi bərabər binamız var. И мы приходим сюда вкушать Слово Божие Və общее. biz burada gəlib o ruhani qidanı əldə edirik. И в единстве сеем. Və biz bərabər şəkildə könüllü iyanə edirik. Yəni Бог toxum индивидуально əkirik. благословляет. Və Rəbb bunu görür, hara biz bunu edirik. Потому что Бог индивидуально знает каждого. Çünki Rəbb hər kəsi ayrı-ayrılıqda bilir, Так же, tanıyır. как и церкви в единстве. Ona görə də biz məbəd bərabərliyimiz var. Все взаимосвязано. Hər şey bir-birinə bağlıdır. Давайте возьмем свои финансы. Gəlin öz maliyyələrimizi götürək. Или, может быть, у тебя также была такая ситуация. Bəlkə sənin də elə bir vəziyyətin olmuşdu ki, И я верю, что ты можешь исповедоваться перед Богом. mən inanıram ki, sən Rəbb qarşısında bunu danışa Может, bilərsən. это касается десятины, пожертвования в Дом Onda Божий. birlə, könüllü yəni ilə bağlı. И ты что-то тратил не туда, в другую Və sən сторону. nəyisə düzgün olmayan yerə xərcləmisən və yaxud da əkmisən, И ты можешь просто попросить у sən Бога sadəcə прощения сейчас. Rəbdən kömək istəyə bilərsən И Господь поможет тебе просто выйти из этой ситуации. və Rəbb sənə sadəcə bu vəziyyətdən çıxmağa kömək edəcək. Господь, прямо сейчас Rəbb elə indi я поднимаю каждого человека, молюсь за каждого человека. mən hər kəsi qaldırıram sənin yanına və dua edirəm onlara görə. Благослови, Господь, народ Божий. Öz xalqını xeyirdalandır. И я благодарю Тебя за то откровение, которое Ты даешь, Господь, о десятине, о пожертвовании. Mən minnətdaram sənə ki, sən onda bir və könüllü ayına haqda bizə açıqlamalar verirsən. О том постоянстве и рвении, Господь, для дома Твоего. Öz evin üçün həmən o istəyi bizdə yaradırsan. Спасибо Тебе, Господь. Minnətdarıq sənə Rəbb. И мы благодарим Тебя за эту радость в наших Və сердцах. biz qəlblərimizdə olan sevincə görə sənə minnətdarıq. Что Ты своих небес, Господь, всех, естественно, обеспечиваешь нас. Ki sən o göylərdəki olan dolğunluğunla bizləri təmin edirsən. Независимо от всех ситуаций, которые сейчас происходят в Heç жизни bir каждого. həyatda heç bir vəziyyətdən asılı olmayaraq Во имя Иисуса İsa Христа. Məsihin ismi ilə Господь, благослови свой народ, Господь. Rəbb öz xalqını xeyirdalı et Свою церковь, Господь. və öz məbədini xeyirdalı Мы et. благодарим, что мы можем сеять это, Господь, Biz minnətdarıq ki, biz bunu əkə bilirik indi в Твое царство, Господь. sənin Твою церковь. paçaqlığına, sənin kilsənə, Во имя Иисуса İsa Христа. Məsihin ismi ilə. Аминь. Amin. Сейте с радостью. Sevinclə əkin. Господь да благословит вас. Rəbb sizi xeyirdalı etsin. И вы также можете увидеть, как онлайн можно это делать. Həmçinin siz ekranda görə bilərsiniz, onlayn iyanə də etmək olur. Спасибо большое за ваше даяние. Sizin əkinizə görə təşəkkür edirik sizə.
И все те, кто смотрит также онлайн, спасибо вам. Həmçinin onlayn bizi izləyənlərə də təşəkkürümüzü Пусть bildiririk. Господь благословит вас, Rəbb sizlərə xeyir-dua versin что вы смотрите нас, и вы также поддерживаете церковь в этом деле. ki, siz bizi izləyirsiniz və bugünkü gündə bizə dəstək olursunuz. Аллилуйя. Halleluya. И я еще раз хотел бы обратиться. Mən həmçinin bir daha üzümü tutub demək istəyirəm. Если ты здесь, и ты пришел на это место, Əgər sən ilk dəfə bu məkana gəlmisənsə и ты никогда не примирялся со Христом, və sən Məsih ilə barışmamısansa, подними руку. əlini qaldır. Пусть Господь благословит тебя. Qoy Rəbb səni xeyir-dualı etsin. Давайте прославим Бога Gəlin Rəbbə izzət verək и с миром Божьим пойдем в və наши дома. Rəbbin sülhü ilə evlərimizə geri dönək. Будьте благословенны. Xeyir-dualı olun.